Qubada hava limanı? Xeyr. Bu təyyarə nə hava limanı üçün gətirilib, nə də Qubada qəzaya düşüb. Bəli, bu təyyarəni görənlərin ilk reaksiyası adətən eyni olur. Bura təyyarə, bura necə gəlib? Elə bu sualın özü də hekayənin başlanğıcıdır. Oxu24.com xəbər verir ki, bu təyyarə illər əvvəl bir ideyanın, biraz da xəyalın nəticəsi kimi Quba rayonu Qələduz kəndinə gətirilib. Məqsəd sadə, amma çox fərqli idi. İstismardan çıxmış bir sərnişin təyyarəsini qeyri-adi bir məkana çevirmək, yəni təyyarə restoranı yaratmaq. Belə ki, Qələduz kənd sakini Natiq bəy öz kəndində təyyarə restoranı açmaq niyyəti ilə Rusiya istehsalı olan istifadəyə yararsız Tu-134B markalı təyyarənin gövdə hissəsini Qubaya gətirib. Təyyarənin restoran kimi istifadə olunacaq hissəsinin uzunluğu 17,5 metr, ağırlığı isə 8 tondur. Təyyarə restoranın ümumi görünüşünü tamamlamaq üçün onun digər hissələri, qanadları da bu əraziyə gətirilib əsas gövdəyə birləşdirilməli idi. Bu təyyarə restoran ideyası vaxtilə təkcə yerli xəbərlərdə yox, həmçinin xaricdə də diqqət çəkib. Məsələn, mənbələrdə Britaniyanın Daily Mail qəzetinin Qubadakı bu təyyarə restoran barədə yazdığı və layihəni maraqlı bir turistik detal kimi təqdim etdiyi qeyd olunur. Amma təəssüflər olsun ki, bu plan müəyyən bir səbəblərdən baş tutmadı və təyyarənin gövdəsi hələ də oradadır. Sanki taleyinin necə olacağını gözləyir.